Salam dəyərli yoldaşlar. Bu səhifədə rəy bildirən, fəaliyyət göstərən, izləyən dəyərli yoldaşlar. Bu səhifənin məqsədi nədir? Ümumi şəkildə deyəcəm. Video kontentlər, bütün postlar da bununla bağlı olacaq. Ümid edirəm ki, maraqlı olar, izləyərsiniz. Hər bir şeyin yaranma səbəbi var da, motivi var, belə deyək. Bu bloqun deyək, səhifənin, kanalın, platformanın yaranma səbəbi, motivi də ümumiyyətlə cəmiyyətimizdə gedən degradasiyadır. Çox ciddi şəkildə bir degradasiya gedir, açıq-aşkar, görünən. Bu degradasiya nədən ibarətdir? Instagramda fəaliyyət göstərən blogerlər vasitəsilə vloger var, bloger var. İndi onların fərqini çox da bilmirəm. Təbliğatçılar deyək də bunlara, 21-ci əsrin propagandistləri. Bunlar tərəfindən çox ciddi bir təbliğat gedir. Alkoqolik həyat tərzinin, obezitedən normallaşdırılması, alkoqolik həyat tərzinin normallaşdırılması proseduru gedir. Və bu kanal da bütün bu proseslərə qarşı bir müqavimət rolunu oynayacaq. Həm fiziki aktivliklə bağlı bir sıra videolar olacaq, həm mənəvi dincliklə bağlı, həm də hüzurla bağlı. Ümid edirəm ki, hər biri üçün maraqlı olar. YouTube kontenti də olacaq. YouTube'da daha uzun həcmli videoları paylaşacağım. Yəni, bu kanalın məqsədi sizə özünüzü kəşf etməyə yardımcı olmaq, gerçək mənəvizi tapmaq və ən əsası bütün zərərli vərdişlərə qarşı bir müqavimət formalaşdırmaqdır. Və ümid edirəm ki, uğurlu olar. Zəhmət olmasa öz dostlarınıza, axtarışda olan xüsusən. Mən böyük kütlələrə hədəfləməmişəm burada. Əsas odur ki, axtarışda olan insanların izləyə biləcəyi, zövq ala biləcəyi bir kontent olsun. Hal-hazırda Instagramdan başlayırıq. YouTube'da da davam eləyəcəyik və ümid edirəm ki, hər biriniz üçün maraqlı olar və faydalı olar. Hələlik növbəti videolarda görüşənədək.